Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Memarlar İttifaqının birgə təşkilatçılığı ilə təhlükəsiz qidanın memarlığı mövzusuna həsr olunan konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və Akta yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və tikinti ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin etməkdir. Agentliyin sədri Qoşqar Təhməzli dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin xüsusi rol oynadığını vurğulayıb. Əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı ölkə rəhbərliyi tərəfindən əsas strateji prioritetlərdən biri kimi müəyyən olunub. Bildirilib ki, bu kontekstdə 2026-cı ilin ölkədə şəhərsalma və memarlıq ili elan edilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir. Agentlik sədri hesab edir ki, qida təyinatlı obyektlərin düzgün yerləşdirilməsi də şəhər mühitində sanitariya, gigiyena təhlükəsizliyinin təmin olunmasına təsir göstərir. Ölkəmizdə heyvan kəsimi üçün yararlı baytarlı sanitariya normalarına cavab verən kəsim məntəqələrinin mövcudluğu əhalinin sağlam qida ilə təmin olunmasında mühüm amillərdən biridir. Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan obyektlərin tikintisi və yenidən qurulmasına dair layihələrə və rəy verilməsi istiqamətində də işləri uğurla icra edir. Bu xidmət şəhərsalma fəaliyyətində mühüm və çoxşaxəli rol oynayır. Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Bir aydan sonra ölkəmizdə dünya miqyasında böyük bir şəhərsalma forumu keçiriləcək. Təkcə nəqliyyat deyil, təkcə iqtisadiyyat deyil, təkcə demografiya deyil, təkcə ekologiya deyil və burada əlbəttə ki, qidalanma problemləri də var və şəhərsalma sənədi, yəni baş plan və yaxud şəhərsalma əsaslandırılması, bütün bu aspektləri nəzərə almasa, o nəticə heç vaxt müsbət, uğurlu ola bilməz. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Nasser Hayat, şəhərsalma və memarlıq ili çərçivəsində və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq kontekstində belə bir konfransın təşkilini yüksək qiymətləndirib. Laboratoriyalar, kəsimxanalar, heyvan bazarları, sərhəd yoxlama məntəqələri və şəhər qida müəssisələri Milli Qida Təhlükəsizliyi Sisteminin əsas hissələridir. Bunlar sadəcə obyektlər deyil, risklərin necə başa düşülüb, idarə olunduğunu göstərən strukturlardır. Düzgün qurulduqda və beynəlxalq standartlara uyğun olduqda risklərin qarşısını əvvəlcədən alırlar. Risk hər zaman mövcuddur. Əsas məsələ onun düzgün idarə edilməsidir. Bu baxımdan həmin qurumlar risk idarə etməsinin əsas alətləridir. Xüsusilə laboratoriyalar mühüm rol oynayır. Onlar təkcə texniki məkan deyil, həm də etimad yaradan institutlardır və insanların sistemi olan inamını gücləndirir. Daha sonra konfrans plenar hissə və panel iclaslarla davam edib. Konfrans çərçivəsində təhlükəsiz qida mühitinin formalaşmasında memarlıq və şəhərsalmanın rolu, müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran çağırışlar müzakirə olunub.